إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا إلى يوم الدين فإن خير الكلام كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Amma ba'd. Əziz dinləyicilər, hamınıza, eləcə də özümə Allahdan qorxmağı nəsihət edirəm. Bugündən başlayaraq biz sizə 5 ulul azm, yəni ən əzəmətli və ən hörmətli peyğəmbərlərdən biri İsa Məsih aleyhissalam və onun ismətli anası Məryəm bint İmran aleyhissalam barədə danışacaq. Düşünürük ki, bu iki şəxsiyyət barədə varid olmuş həqiqətlər bir çox müsəlmanlar üçün maraqlı olacaq və ələl-xüsusda xristiyanların müsəlmanlar barədə təsəvvürünü qismən də olsa dəyişdirəcəkdir. Bizim bu mövzuya dair verəcəyimiz mühazirələrin ardıcıllığı belədir. İlk əvvəl biz İmran ailəsi və bu ailədə dünyaya göz açmış Məryəm aleyhissalam barədə söhbət edəcək. Sonra ardıcıl olaraq İsa aleyhissalamın dünyaya gəlməsi və böyüyüb boya başa çatması, Məryəmin və İsa'nın aleyhissalam fəzilətinə dair ayə və hədislər, İsa aleyhissalamın digər peyğəmbərlərdən üstünlüyünü və onun gətirdiyi möcüzələr, həvarilərin İsa'ya aleyhissalama iman gətirməsi və ona sadiq olması, İsa aleyhissalamın vəsfi və onun havarilərə olan nəsiyyətləri, müsəlmanların xristiyanlara münasibəti, müsəlmanların öz övladlarına Məryəm və İsa adı verməsi, İsa aleyhissalamın hazırda harada olması və İsa aleyhissalamın qiyamətə yaxın nüzul etməsi barədə olacaq. Əzəmətli ərşin Rəbbi olan qüdrətli Allahdan onun gözəl adları və uca sifətləri ilə diləyirik ki, bizləri özünün seçdiyi və razı qaldığı salih əməlləri yerinə yetirməyə və haqqı deməyə müvəffəq etsin. Mövzumuzun birinci hissəsi İmran ailəsi haqqındadır. Bu ailə haqqında Uca Allah öz Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə ayrıca surə nazil etmişdir. Bu surə Quranın 3-cü surəsidir. Ali İmran surəsi. Bir çox təfsirçilər İmran ibn Masanın Süleyman aleyhissalamın nəslindən olduğunu rəvayət etmişlər. İmran ibn Masan İsrail oğulları arasında dini savadı və abidliyi ilə seçilən bir şəxsiyyət idi. Zövcəsi Hinnə bint Fəqus da həmsinin Allaha ibadət edən mömin qadın idi. Uzun illər idi ki, onların övladı olmurdu. Hər ikisi övlad həsrətində idi. Hinnə gecə-gündüz Rəbbinə yalvarıb övlad diləyirmiş. Nəhayət, qullarının dualarını qəbul edən və onların əllərini boş qaytarmayan Allah onların duasını qəbul edir və Hinnə hamilə qalır. Onda bu mömin qadın söz verir ki, dünyaya gələcək övladını Allah üçün Beytül Məqdisin xidmətçisi edəcək. Bu xüsusda Ali İmran surəsinin 35-ci ayəsində belə xəbər verilir. İz qalət imra'atu İmran Rabbi inni nəzərtu ləkə mə fi batni muharraran fətəqəbbəl minni innəkə əntəs səmiyul alim. Bir zaman İmranın zövcəsi demişdi,
Ey Rəbbim, mən bətnimdəkini sənə xidmətçi bir qul olaraq nəzir etdim. Bu nəziri məndən qəbul et. Həqiqətən sən eşidənsən, bilənsən. Hinnə bətnindəki körpənin oğlan yoxsa qız olacağını bilmirdi. Lakin o, uşağın oğlan olmasını arzulayırdı. Çünki Məscid-ül Aqsanın xidmətçisi olmaq üçün fiziki baxımdan qız xeylağı oğlan qədər güclü və bacarıqlı deyildi. Fəqət Allah onlara qız övladı nəsib edir. Hinnə dünyaya gəlmiş körpənin qız olduğunu görəndə Rəbbinə üz tutub deyir: Rabbi inni vada'atuha unsə Vallahu a'lamu bima vada'at və leysə zəkəru kəl-unsə və inni səmməytuha Məryəmə və inni u'izuha bikə və zürriyyətəhə minəş-şeytanir-racim. Ey Rəbbim, mən qız doğdum. Halbuki Allah onun nə doğduğunu yaxşı bilirdi. Axı oğlan qız kimi deyildir. Mən onun adını Məryəm qoydum. Onu və onun nəslini lənətlənmiş şeytandan qorumağı sənə həval edirəm. Beləcə, Hinnə o körpəyə Məryəm adını verdi. Onların dilində Məryəm abid qız deməkdir. Anası bu adı ona verməklə Allaha daha yaxın olmasını istəmiş, ha belə Allahdan onu məlun şeytandan, onun şərindən qorumasını diləmiş və onun adına layiq bir qız olmasını istəmişdi. Uca Allah da Hinnənin bu duasını qəbul etmiş və həm Məryəmi, həm də oğlu İsanı aleyhisselamı şeytandan qorumuşdur. İmam Müslimin səhihində Əbu Hureyra radiyallahu anhudan rivayət edilmiş hədisdə Peyğəmbər sallallahu aleyhi və sələm demişdir: hər bir körpə dünyaya gəldikdə şeytan ona toxunur və elə bu səbəbdən də körpə ağlayır. Yalnız Məryəm oğlu İsa və onun anası istisnadır. Yəni, Məryəm və İsa aleyhisselam dünyaya gəldikdə şeytan onlara toxuna bilməmişdir. Ali İmran surəsinin 37-ci ayəsində xəbər verilir ki, Rəbbi Məryəmi gözəl tərzdə qəbul etdi. Onu gözəl bir bitki kimi yetişdirdi və ona baxmağı Zəkəriyyəyə tapşırdı. Ayədən aydın görünür ki, Məryəm Zəkəriyyə aleyhisselamın himayəsinə verilmişdir. Zəkəriyyə aleyhisselam onun xalasının əri idi və onu himayəyə götürməyə daha çox layiq idi. Lakin həmin vaxt Masan oğulları bu xüsusda mübahisə edir və mübahisələrinə son qoymaq üçün püş atmaq qərarına gəlirlər. Rəvayət edilir ki, Məryəm dünyaya gəldikdə Hinnə onu bir parçaya bükərək məbədə gətirib oradakı Harun övladlarından olan abidlərə verir. Onlar Beytül Məqdisin xidmətində duran abidlər idi. Qadın körpəni onlara verib deyir: bu nəziri himayənizə götürməkdə bir-birinizlə yarışın. O dövrdə Masan oğulları İsrail oğullarının alimləri sayılırdılar. Həmin vaxt Zəkəriyyə aleyhisselam onlara deyir: mən buna daha çox layiqəm. Mən onun xalasının əriyəm. Onlar isə belə cavab verirlər: yox, gəlin püş yataq. Püş kimə çıxsa, o da Məryəmi himayəsinə götürsün. Onlar 27 nəfər idi. Öz aralarında belə razılığa gəlirlər ki, gedib vəhiy yazdıqları qələmlərini püşk olaraq çaya atsınlar. Kimin qələmi suyun üzərinə qalxarsa, o da üstün gələcək. Onlar 3 dəfə bunu təkrar edir və hər dəfədə Zəkəriyyə aleyhisselamın qələmi suyun üzərinə çıxır. Beləcə, Zəkəriyyə aleyhisselam Məryəmi öz himayəsinə götürür. Məryəm Zəkəriyyə aleyhisselamdan faydalı elm və salih əməllər öyrənsin deyə Uca Allah onu Zəkəriyyənin himayəsinə verir.
Bu xüsusda Uca Allah Ali İmran surəsinin 44-cü ayəsində belə buyurur. ذَلِكَ مِنْ أَنْبَاءِ الْغَيْبِ نُوحِيهِ إِلَيْكَ وَمَا كُنْتَ لَدَيْهِمْ إِذْ يُلْقُونَ أَقْلَامَهُمْ أَيُّهُمْ يَكْفُلُ مَرْيَمَ وَمَا كُنْتَ لَدَيْهِمْ إِذْ يَخْتَصِمُونَ. Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. İsrail oğullarından hansı birinin Məryəmi himayə edəcəyi barədə qələmlərini püşk atdıqları zaman sən onların yanında deyildin. Bir-birləri ilə mübahisə etdikdə də sən onların yanında deyildin. Yəni, ey Peyğəmbər, həmin hadisə baş verdiyi zaman sən onların yanında deyildin. Uca Allah Məryəmin himayəyə götürülməsi məsələsində onların əcr qazanmaq naminə püşk atmalarını sənə bildirdi və sən sanki onları görürmüşsən kimi məsələdən agah oldun. Bu minvalla Məryəm Zəkəriyyə aleyhissalamın himayəsində böyüməyə başlayır. Məryəm böyüyüb gənc yaşlarına çatdıqda Zəkəriyyə aleyhissalam onun üçün məbəddə özündən başqa bir kimsənin daxil ola bilməyəcəyi bir yer ayırır. Məryəm də həmin yerdə Allaha ibadət edir. Eyni zamanda məbədin xidmətində durur. İş o yerə gəlib çatmışdı ki, İnsanlar onu ibadətdə və Allaha mütilikdə misal çəkirdilər. Uca Allah Məryəm surəsinin 16-cı və 17-ci ayələrində belə buyurur. وَاذْكُرْ فِي الْكِتَابِ مَرْيَمَ إِذِ انْتَبَذَتْ مِنْ أَهْلِهَا مَكَانًا شَرْقِيًّا فَاتَّخَذَتْ مِنْ دُونِهِمْ حِجَابًا. Kitabda Məryəmi də yada sal. O zaman o ailəsindən ayrılıb şərq tərəfdə olan bir yerə çəkilmiş və ibadət vaxtı onlardan gizlənmək üçün pərdə tutmuşdu. Həmçinin Ali İmran surəsinin 42-ci və 43-cü ayələrində buyurur. وَإِذْ قَالَتِ الْمَلَائِكَةُ يَا مَرْيَمُ إِنَّ اللَّهَ اصْطَفَاكِ وَطَهَّرَكِ وَاصْطَفَاكِ عَلَى نِسَاءِ الْعَالَمِينَ يَا مَرْيَمُ اقْنُتِي لِرَبِّكِ وَاسْجُدِي وَارْكَعِي مَعَ الرَّاكِعِينَ. Bir zaman mələklər demişdilər. Ey Məryəm, həqiqətən Allah səni seçdi, tərtəmiz etdi və aləmlərin qadınlarından üstün etdi. Ey Məryəm, Rəbbinə itaət et, səcdə qıl və rükü edənlərlə birlikdə rükü et. Bu ayələrdə Uca Allah xəbər verir ki, mələklər Məryəmə müraciət edərək Rəbbinin onu seçdiyini, təmizlədiyini, bütün qadınlardan üstün tutaraq şərəfləndirdiyini və hər növ vəsvəsədən qoruduğunu bildirir. Belə edir ki, onu aləmdəki qadınların hamısından üstün etsin. İmam Buxari və Müslimin səhihlərində Əbu Musa el-Əşəridən radiyallahu anhdan rəvayət edilən hədisdə Rasulullah sallallahu aleyhi və səlləm demişdir. Kişilərdən kamilliyə çatanlar çoxdur. Qadınlardan isə yalnız İmranın qızı Məryəm və Fironun xanımı Asiya kamilliyə çatmışdır. Az əvvəl oxuduğumuz ayələrdə mələklərin Məryəmi çoxlu ibadət etməyə, səcdə və rükü etməyə, xeyirxah işlər görməyə təşviq etdiyi xəbər verilir. Bununla Uca Allah əzəldən yazdığı qədərdə Məryəmi imtihana çəkmək, ha belə həm dünya, həm də axirətdə onun dərəcələrini uzatmaq istəmişdi. Uca Allah ona digər insanlardan fərqli olaraq atasız bir uşaq nəsib edir. Məryəm çoxlu ibadət etməklə Rəbbinə yaxınlaşdığına və sədaqətli olduğuna görə ona bəzi kəramətlər nəsib olur. Elə kəramətlər ki, bu Zəkəriyyə aleyhissalamın diqqətindən yayınmır. Zəkəriyyə aleyhissalam hər dəfə Məryəmin yanına daxil olduqda orada başqa mövsümə aid olan meyvə və yeməklərin olduğunu görür. Belə ki, qış fəslində bitən meyvələri yayda, yay fəslində bitən meyvələri isə qışda onun yanında görülmüş. Bu xüsusda Ali İmran surəsinin 37-ci ayəsində buyurulur.
كلما دخل عليها زكريا المحراب وجد عندها رزقا قال يا مريم أنى لك هذا قالت هو من عند الله إن الله يرزق من يشاء بغayri hesab. Zəkəriyyə hər dəfə Məryəmin yanına mihraba daxil olduqda onun yanında ruzu olduğunu görərdi. Nəhayət o, ey Məryəm, bu sənin üçün haradandır deyə soruşduqda Məryəm dedi, bu Allah tərəfindəndir. Şübhəsiz ki, Allah istədiyi kimsəyə hesabsız ruzu verir. Bugünkü dərsimiz bu qədər. Gələn dərs biz İsa aleyhissalamın dünyaya gəlişi və həmin vaxt baş vermiş hadisələr barədə danışacaq. Subhanəkallahumma və bihamdik, əşhədu ən la iləhə illə ənt, əstəğfiruka və atubu ileyk.